Bəli. Əgər ölməkdən surə 33, ayə 16. Bax, bu Qurandan götürülür və bu Qurandan gördünüz. Ziya Bünyatov və Vasif Məmmədəliyevin tərcümə etdiyi kitabdan götürülüb, internetdən götürüb bura kopirovka eləmişəm ki, orada çox kitabı vərəqləməyim. Ona görə biraz asan yolunu belə tapmışam. Allahın əmri ilə təbii ki. Surə 33, ayə 16. Əgər ölməkdən yaxud öldürülməkdən qorxub qaçırsınızsa, indi biz burada gəlin rəmzləri də qoyaq da, biz də Qurandan təbii ki götürməmişik bu rəmzləri, biz tarixin sinəsindən, müdriklərin sinəsindən götürmüşük. O açar, o elə o rəmzdir, deyir, bir açar olmalıdır. Bax, açar həmin rəmzdir. Açar həmin rəmzdir. Bir də qaydaq o insanın fikrinə. Haradaydı Dədə Qorqud'daydı Dədə Qorqud'un içində elə bir dənə o kəlməyə mən qaçıram. Yəni orada elə bir artıq söz yoxdur. Hamısı lam, lüm, ləm, ləm, ləm. Nələr doldurublar heç bilmirəm. Yəni orada mən heç nə götürmədim. Sadəcə bir-iki kəlmə bax bu sözləri götürdüm. Qalan burada heç bir şey yoxdur. Əjdər, Fərzəli. Heç dadda yoxdur. Bilmirəm, özümü yazıb, kimimi yazıb. Hamısı boş-boş sözlərdir. Sizi göstərə də bilərəm sizə. Buyurun, bax, heç dadda yoxdur. Burada fələk kimdir? Belə sual verir. Fələyi tanımır. Bax, buyurun, fələk kimdir? Fələk insanın nəfəsini kəsən bir qüvvədir. Onun yolunda yalnız doğru söz söyləyib yaxşı iş görməkdir. Bəli, bax, burada açardan söhbət gedir və biz bunu bu dalğa sözlərimizi tutmaq üçün açar axtarırıq. Açarı tapılmayan sözlər də tuta bilmədiyimiz dalğalar kimidir. Məsəl üçün, pənah kimidir, sürüşüb əldən çıxır. Mən onun açarını tapsaydım, bilsəydim bu açarın yerini, mən ona da qandırardım ki, sən yanlış yoldasan. Amma qandıranmadım, söz də deyənmədim, anladamadım. Açar indi əlimdədir. Onu da heç kimə, o erməni deyir ki, müsəlmanın son ağlı məndə olaydı, o da ola bilməyəcək ay erməni. Sən gəlib müsəlmanı yenə də nədir o, evini tikib əqqabsını təmizləyəcəksən. Sənin çünki anına bu yazılır, qaçmaqla deyil. O adını sən de, nədir o? Kremldə nədir bu cəmaat oturur, bu Putin, mən o yadımda deyil o günü. Arzu üçün də demək istədim, nəsə yenə o ad mənim ağlıma gəlmir. Orada ikinci mərtəbəni o Midiyə demişdi, o mövzulara mən çox deyəcəyəm. Midiyə mən qonşum erməni idi, deyirdi ki, orada ikinci mərtəbə sırf ermənilərə məxsusdur, orada özlərini məskunlaşıblar, oradan yenə də qayıdıb gəlib elə burada evzat tikəcəksiniz. Ayrı işiniz yoxdur sizin. Gəllənizdə boşdur. Sadəcə o tamahdan doğulan şeylərdir, o da Allahın işidir, ona da qarışmaq olmaz, məsləhətinə şükür. Rəmzi mənada rəmz, o açarın adı rəmzdir. Təsvir, rəmz, işarə. Buyurun, burada deməli, ölümdən qorxub qaçsanız da, ölümdən əlavə biz burada rəmzi mənada deyə bilərik ki, rüsvayçılıqdan və yaxud gizlənmək üçün və yaxud, görürsünüz, İradə isə xanım, xatın çıxdı ortaya. Nə olar, mən o qədər səhv eləmişəm ki, mən səhvsiz gəlib çıxmamışam ki, bura. O da onun səhvi idi, rəsmini də dəyişib, gözəl göyçək, kübar xanım kimi bir rəsim qoyub, indi sevdim mən onu. Mən belə sevirəm insanları. Burada nə var ki, insan çirkini təmizləyib, doğru yola qədəm qoyur. Burada nə var ki, əslində var ki, elədi onu, amma bunun görünür, əsli yoxdur deyə, görürsünüzmü, elə hələ gizlənir, arvaddan gizlənir. Adam kimi çıx üzə, sənə də söz deyilsin. Bəli, burada nə var ki, o sən alın yazın, bu da mənim. İndi 60 yaşında Allah əlimə bir açar verib onu, sənə mi verim onu da? Vermərəm. Heç kimə vermərəm. Bu açar mən. Ölənə kimi məndə olacaq. Sonradakı Allah özü bilir kimə verir, versin.
Tabii ki hiç kime verilmeyecek, bu bir zarafat da o kitapta olacak. Nece görürsünüz illerdir o Kur'an'a başınızı döyürsüz ama hiç ne anlamırsınız ama inama başınızı döymeyeceksiniz ile bakan kimi her şey sade dilde. Bir gəlizlik yok, öz dilinde rahat ve bütün dünya senin dilini okuyacak. Oh canıma değsin. İndi siz gidin ezberleyin bizim dilimiz öldük da bu cemaatin. Ərəbin o eğri ilan qurbağa fikrini cemaat deyir. Oxu bunu öğren. O deyir o dili öğrenmesen sen kimsen. İndi bu gəlsinlər bizim dili öğrensinler görsünlər ki mən kimim. Bak belə. Urusdu, ne bileyim İngilizdi. Gedin öğrenin. Canıma değsin bu arzum artık yerine yetecektir diyesen. Ama bilmiyorum yetmeye de bilir bu feleğe bel bağlamıram. Hərdən bir zarafat da lazımdır insanların ürəyi açılsın. Tabii ki zərsərinə zarafat. Belə Kur'an deyir Surə 33 ayə 16. Əgər ölməkdən yaxud öldürülməkdən qorxub kaçarsınızsa, burada rüsvayçılık da var. Burada nedense mesele yani bak burada narkomanlar da var. Onlara da değilecek. Burada haram yiyenler de var. Yalan danışanlar da var. İnsanların hakkını tapdalayanlar da var. Yani bundan kim kaçmak istese haddi aşanlar da var. Oturuşunu duruşunu bilmeyenler de var. Hiç kim bak görürsünüz ben o günü dünən liderden kızı getdim. YouTube'da her şey var. Heç sizin dalınızdan mən nə qaçasıyam, nə kiminsə qapısını döyüb açasıyam. Mən burada əlimin altında din xadimləri də var, yolunu azanlar da var, həddi aşanlar da var, tərbiyəsizlər də var. Hamısı bak bura gelecek gündeme bir koyulup onun iç yüzü eşiğe çıkacak. Bunun için benim kiminsə qapısını döymeye ihtiyacım yoktur. Ve de kim benim dilimle söylenilen sözlerin hamısı Rəbdən gelir ve kim Rəbbin carçısını dinlemeyen kəsləri deyirəm mən. Bu dilden çıkan sözleri rədd ederse, bak beləcə bir hamısı dənlənib, Mirzə Xəzər kimi ortaya gelecek, səhvi üzüne deyilecektir. Yani bunlar yer üzerinden kaçıp Kur'an onu deyir. Tek ölüm değil, burada rəmzlər, qollar çoxdur. Yer üzerinden kaçıp, kaçarak size kaçarsınızsa kaçmak size hiçbir fayda vermez ve vermeyecektir. Kaçsanız bile dünyada ancak az bir müddet dolanıp geçineceksiniz. Bu ne demekti? Gördünüz 2-3 gündür ben vakti ayırıp o kişini aktarmırdım. Buyur aktardım. 1-2 gündən sonra ben onu yeni üzə çıxartdım. Elə bunu götürək. Mirzə Xəzəri. Başka bir nicklə girdim. Ben onu üzə çıxartdım. Yani benim 3 tane səhifəmi, biri özüm Elmira'ya ait olan, yani öz kimliğimdə mən kiməm. Orada benim dostluğumda bir tane artık insan yoktur. Yalnız orada benim qohum əqrabamdır, özümkülərdir. Yani ben orada dost lazım değil. Ama Elmira, Nurema, Qəlbi Nur veya Gəncəli, bəli onların birini niye silmirəm? Çünkü o insanlar daha çok burada olan orada olmasın, orada olan burada olmasın. Ama bu eyni Allah'a məxsus bir səhifədir. Mənim değil o. Bu Allah'a məxsusdur. Gəncəlidir, Qəlbi Nurdur. Onlar Allah'ın ləqəbləridir. Ondan mənə heç dad çatmır. Bax bunları inkar edenler, rədd edenler, başlı başına yaxşı yol deyənlər yer üzerinde bir müddət gezip dolaşacak ama Allah'ın əzabından onlar kurtara bilməyəcəklər. Alnınıza ne yazılmışsa o da olacak. Kaçsanız da, kaçmasanız da ecəliniz çatan kimi öleceksiniz deyir. Ama ecel çatan kimi rüsvayda olacaksınız. Sizin səhvləriniz də üzə çıxacaq. Burada hamısı bir lopunuza deyəcək. Bax bu söz mənim.
Çox xoşum gəlir bu sözdən. İndiyənə kimi mən bu sözü heç vaxt işlədə bilməmişəm və mən o ağır illərimdə Allaha asıl düşüb öz qəddarlığından mənə də pay ver deyə diləmişəm. Bu qəddarlıq deyil, bu sadəcə acı həqiqəti insanın lopuna deməkdir. Təbii ki, mən qəddar ola bilmərəm. Mən o ürəyə sahib deyiləm ki, kimisə başı kəsilsin, kimisə evladı bədbaxt olsun. Mən bunu dünyasında istəmərəm, mən belə şeyləri sevmərəm. Amma deyə bilmədiyim sözü artıq deyə bilirəmsə, deməli o, Allah öz o qəddar hökmündən mənə pay veribdir. Çünki mən qabaqlar bu sözləri deyə bilmirdim və burada üzünə deyə bilmədiyim insanlar çox gözəl çıtlayacaqlar bu fikirləri ki, o hansı söz kimə aiddir? O mənim qabağımdakı belə bərk-bərk gedirdilər. Ey, mən ağıllıyam, mən görürsən mən beləyəm, bax görürsən mən beləyəm. O qonşudur, qohumdur, əqrabadır, dostdur. Bax bunlar özləri bir-bir buradan o ağıllı fikirlərini yuyub təmizləyib özlərini Allaha şərik qoşmaqdan çəkindirəcəklər. Bax bu sözü mən insanın üzünə deyə bilmirdim, yenə də görürsüz deyə bilmirəm, deyə də bilmərəm. Elə insanlar var ki, mən onların üzünə bunu deyə bilmərəm. Elə buradan yavaş-yavaş ad çəkmədən mesajlarımı göndərirəm. Mən elmliyəm, mən bilgiliyəm, mən ağıllıyam. Çoxdur, 1 deyil, 2 deyil, 5 deyil. Bu ilə insanlar o qədər olub ki, mənim qarşımda özünü yüksəldib, mən bilə-bilə bu qədər dərin xəzinəyə sahib ola sözümü deməmişəm, susmuşam, zamanımı gözləmişəm. Budur, məni kim sözümü kəsə bilər? Kim deyər, dayan reklam var, kim deyər, dayan filan var. Özüm üçün, rıdıldayıb tökürəm, kim mənim qabağımı kəsə bilər? Heç kim, hər kəs də öz payını buradan götürsün, o qədər. Bəli, biz bildik ki, alın yazısını mən özümdən çıxartmıram. Bu Qurani cümlədir. Onun da sübutunu sizə göstərdim. Özünüz gedin, açın və öyrənin. Bir də deyim sizə səhifəni. Baxanda özünüz bir də qayıdıb onu görə bilərsiniz. Oradan keçdik. Bəli. Müdrik yurdu olmuş mənim, müdriklər yurdu olmuşdur mənim məkanım. Belə imiş son qismətim alın yazım, mən bu işdə şeş atdım, cahar oynadım. Yəni, Quranın 2 mənası, bax görürsünüz, bu söz şeş atdım, cahar oynadım. Yəni, şeşi qoyub, siz caharın dalınca gedibsiz də gedin oynayın, nə qədər istəyirsiniz oynayın. Quran 2 mənalıdır və onun bir qismi dolğun sözlərdir. 3-cü ayənin, 3-cü surənin 7-ci ayəsindədir bu. Gedin onu yaxşı-yaxşı qabağınıza qoyun, bir də o kəlama başınızı döyün ki, bu Quranın bütün ayələri doğru yola insanı aparmır, o yanlış yollara aparır insanı, ora biz gələcəyik. Hara gəlirsən deyir, buradan bir də göstər, sonra git, qəlb belə deyir, ağa deyir, sürdəriyə, sürdəriyə. Mənə nə var, nə olacaq, dili əyriyə, əli əyriyə. 43-cü səhifə. Surə 3, Surə Əli İmran surəsi 3, bura qaradı yazmışam, ayə 7. Ya Məhəmməd, sənə Quranı nazil edən odur. Onun bir hissəsi, Quranın əslini, əsasını təşkil edən möhkəm, mənası aydın, hökmü bəlli, digər qismi isə mütəşabih, mənaca biri-birinə oxşar, məğzi bəlli olmayan. Yəni mütəşabih lazım olmayan demək çıxır da. Bu məğzi bəlli olmayan, mən bir dəfə belə yazdım, dedi, ola bilməz oğlum, biri məndən elə az qaldı ki, oradan kompüterdən çıxsın, məni boğsun ki, yəni yazı ilə, sözlə yox, mən burada görüntülü heç kimlə danışmıram, yalnız öz əzizlərimlə, mənə sevimli olan insanlarla danışıram, qalan mənə o qədər oradan da atırlar ki, görüntülü, amma bir dəfə Polşadan bir qız mənə çox rica etdi, yazdı, Arzu adında, mən ona açdım və məni görmək istədi, gördü. Elə o, hələ də mənim dostluğumda qalıb, məğzi bəlli olmayan, yəni mütəşabih, yəni lazım olmayan dedim,
Az qaldı ki, məni oradan belə elə yazı ilə nətərdir, mən sökmədim bu kitabları, o da məni sökmək istədi, amma sökə bilmədi, təbii ki, əli çatmadı. Din adamıydı, elmli adamıydı və bunu qəbul etmədi. Bala, bunu mən mi deyirəm? Bax, bunu Quran açıqca deyir ki, bu Quranın bir hissəsi, mənası aydın, ondan hökmü bəlli, möhkəm, aşkar sözlərdir. Digər hissəsi məğzi bəlli olmayan, biri-birinə bənzər, mütəşabi ayələrdir. Məğzi bəlli olmayan nə deməkdir? Yəni, onların mənası bəlli deyil, biri-birinə bənzər, uzun uzadı, boş sözlərdir. Qəbul etsən, etmirsən, heç etmə, özün bilərsən. Gedib onsuz da fırlanıb, fərlanıb, gəlib buna çatacaqsın. Ürəyində şək şübhə olanlar mütəşabih ayələrə uyarlar. Bax, bu din alimləri, hamısı mütəşabih ayənin içində fırfıra kimi fırlanırlar, amma düz sözə gələndə deyir ki, başına söz qəhətdir, indi sizin başınıza söz qəhətdir, ey canım, gözüm, qardaşım, başım, indi gedin, təzdəndən yoğurun özünüz. Bax, belə. Bu deməkdir. Şeş attım, cahar oynadım. Yəni, aləmi qarışdırdım. İndi keçək indi Qurbanidən Fələhin dilinə. O budur. Şeşi atır, cahar oynayır. O budur. Necə deyir Nizami? Bu dünya dediyin dişi bir qoyundur, uyma quyruğuna, onun işi oyundur. Bu mollalar elə quyruq görən kimi elə bilirlər ki, Quran budur, bunu deyir. Gedin. Belə. Mən neyini? Mənim həyatımı siz yaşamadınız ki. Deyil. Bu qabba kimi otuzdurub burada bunu de, bunu göstər, bunu de, bunu göstər. Bunu mən mi istəyirəm? Lazımdır mı? Savaq-savaq öyməşiyim, mətbəxim zadım köçür. İç günündə hər yer gidib işimi görərəm də. Lazımdır bu, bu sizə lazımdır, mənə deyil. Mən öz imanımı artıq, təbii mənim də imanımda ləkələr çox olub, elə ləkə pozğun ləpəki yox, səhvlər çox olub. Mən də yeri gələndə qınamışam, mən də yeri gələndə lağ eləmişəm, mən də yeri gələndə alçaltmışam insanı, yəni mənə beynimi çöyürüblər, demişəm ki, bu belə deyil, ondan da cəzalar yemişəm, o qədər qulaq bulması yemişəm ki, deyilə, ta istəmirəm, mən imanım ləkəlidir, da heç bir şey istəmirəm, bax, görürsünüz sizi, mən arıyam, iynəmi sancıram, üstündən də balımı çəkirəm ki, mən günah sahibi olmayım. O qədər sizdə nə cür tali var, elə də gedəcəksiniz, amma bunları pitdə-pitdə dinləyəcəksiniz. Onsuz da elə bəri başdan dinləyin, bəri başdan təbliğ edin ki, savab sahibi olasınız. Çünki Allahın dərgahında rol oynayan bir dənə savabdır. O pul, para, elm, bunlar hamısı boş şeylərdir, onu da gələcək. Savab. Səxavətli bir savad deyir, xəssiz alimdən yaxşıdır. Əgər sənin savabın boldursa, deməli sən o bilgili alimdən üstünsən. Bax, budur. Gedin, papağınızı qabağınıza qoyun, çadranızı açın və gözəl-gözəl dinləyin. O qədər. Get, aç başını, at xaçını, əmma məni qoy yerə, gəl din, iman sözünü, dua etmə bir belə. Hər şey öz yerindədir, devredən candır, canda Allahdır. Birliyin ayəsi Quranda açıq-aşkar əyandır. Bu qədər. Harada qaldıq biz? Mən bu işdə şeş attım, cahar oynadım. Mən əvvəllər oxuduğum yazardım. Bilməzdim ki, kimdir mənim ustadım. Yəni, özü üçün yazıb, amma hardan gəldiyini anlamayıb. Belə, dirsəyimlə bu dizimin ətini o qədər belə basıram ki, uşaqlığım, o körpə yaşlarım yadıma düşür ki, biz
Danışmışdım sizə bunu, süfrə yerdən salınardı, uzun bir xalımız vardı, atam başda dirsəklənərdi, biz də onun yan yörəsində cücələr kimi çörəyi belə yeyərdik və mən düşərdim həmişə nətərəs kimi anamın böyük qızının yanına və dirsəyimi onun bu baldır bud, bunu mən səhv salıram, baldır gəlir də bu dizdən yuxarı, elə ora beləcə dirsəyimi dirəyərdim, mən söykənmədən nəsə çörək yeyə bilmirdim, o da elə yavaşcana düzdür atamın yanında səsimi çıxarda bilməzdi. Az değişdim, ayağımı değişdim, ayağım, bax belə yavaşca mənə deyərdi. İndi həmin cəzanı mən özüm yaşayıram, bax görün, stol var, duraram, adam balası kimi stolda oturaram, bu şeylər, kitabları stola düzərəm, yox. Bu da bir cəzadır ki, mən ona etmişəm, indi burada yeməliyəm, əkmişəm, biçməliyəm. Neçə gündür dirsəyimlə ətimi deşir. Axırda yumuşaq bir paduşka qoyuram ki, biraz ağrımayım, o da yadıma düşəndə. Bayaqdan danışıram, gördüm ki, ağrıyır. Ona görə paduşka gətirdim, bunu da nəzərdən qaçırmayın ki, insan nəyi əkir, onu mütləq biçəcəkdir. O qədər. Ondan heç kim içərə qaça bilməz. İstər kiçik işdə, istər böyük işdə. Hamısının insan dərir, dadır. Bax belə. Belə. İndi biz mən əvvəllər oxuduğum yazardım, bilməzdim ki, kimdir mənim ustadım. Mən ustadımı bilirdim, amma mən də elə oxuduğumu yazırdım və bir dəfə də yazdım, getdim, yollandım. 1999-cu ildə mi oldu bu, səhv etmirəmsə, yoxsa 2000-də mi, deyəsən 99-da idi, mən yazdım, nələrsə qaraladım, getdim Respublika gazetinin redaktorluğuna, orada Teymur Əhmədova öz yazılarımı təqdim etdim. O mənim bibim qızının yoldaşıdır və o qəbul etdi, sevinclə, gözəl, göyşək və də bu kitabı dedim, belə bunu mən istəyirəm ki, kitab çıxartdıram. O da qəbul etdi, bunu danışmışam, elə bu fikrə uyğun yenə söyləməliyəm. Xülasə ki, baxdı gözəl sözlərdir, amma oradakı hikmət yox idi, elə çeynənmiş sözlər idi. Mən sonra anladım bunu və də kitabı onlar çapa hazırlayana kimi qayıtdım, gəldim. O kitab hardasa belə bir qalınlıqda kitab olmalıydı. Bax, belə bir kitab olmalıydı, qalınlığı bax belə yazmışdım. Küçük əllərində yazını gördüm də mən o kitabı artıq düzdür üzü çəkilməmişdi, amma hazırlandığını bir də gedib görəndə dedim ki, yox, mən nəsə səhv eləmişəm burada. Deyəsən, bu artıq alverə gedir, tamaha gedir, yəni mən hələ bu sınağı başa vurmalıyam, görün havaqdan havağa, mən hələ də bu sınağı başa vurub qutarmamışam. Bugün deyir ki, kişi qutarırsa mı, deyirəm, yox, bir neçə burada. Görürsünüz, 1, 2, 3, 4, 5, 6, 7 müdriklərin fikri var. Tevrat var, Quran var, hələ deyirəm 10 gün var. Deyir, bu 10 gün çəkməyəcəyindən sonra bəlkə 50 il çəkəcək. Sən ölənə, sigora gedənə kimi sən yazıb oxuyacaqsan. Təbii ki, bu da bir zarafat oldu, amma təbii onun sözündə də bir haqq var. Çünki yazıq kişi illərdir, elə deyirəm, bugün qutarar, sabah qutarar, elə qutarmaq bilmir, Allah budur. Onun səbri böyükdür. Onun işinə kimsə qarışa bilməz. Təbii, mən də istəyərəm ki, bitsin. Artıq çox yoruluram, çox yorğunam, çox mükəmməl təlim alınmış bir yoldur bu. Bu yolun hər üzü olub. Dönə-dönə danışmışam, amma bu yoldan qaçmaq mümkün deyil. Bundan qaçmaq üçün mən ölməliyəm, o da məni öldürmüş. Yəni, o can məndən çıxsın, geçsin bir başqasına girsin. Yalnız bir variantı var ki, mən ölüm. O da ölüm yoxdur. Hələ mənim alnıma yazılmayıbsa, bu ölüm yoxdur mənə. Mənə demək var. Odur ki, diqqətlə izləyin, biz keçirik Qurbaninin sinəsinə.
Mən əvvəllər oxuduğum yazardım. Bilməzdim ki, kimdir mənim ustadım. Məkanımdan, elimdən ayrı dolanıb, bu dəryaya mən kənardan baxardım. Elə ki, dərk etdim, özümü girdim meydana, bu Allaha aiddir, yəni kənardan, məkanından, elindən, obasından elə kənardan durub baxır, dərk edib özünü yanı insan şəklinə gəlib, dərk etdimmi, belə də bu rəmzi də anlamaq olar. Dərk etdim, özümü girdim meydana, ümidimi bəslədim şahi mərdana. Sən demə, mənim ustadım haqq özü imiş. Cəmi müşkülləri bitirən də Əli imiş. Əli, Heydər Əliyə işarədir. Görürsünüz, burada da işarə var. Onun indi sağlığında deyil, əsrində, Heydər əsrində imiş. Onun sehrini Aşıqalı açır. Təbii ki, bu Aşıqalıdan qabaq açılmış bir sirdir. 2002-ci ildə açılır və 1501-ci ildə Qurbani yazıb, 1501-ci ildə Qurbani dünyaya gəlib, daha doğrusu. Belə. Amma ondan sonra Aşıq alır bu fikri, Əli, Heydər adını, bu Heydər əsridir. Əgər ayəmi dərk etsən, mən çox burada üzüntülü fikirlər dedim, amma sonra bax, indi mənə gəldi ki, axı burada bu fikir orada artıq açılır ki, bu Heydər əsridir. Əsri Heydərdə bu sirlər açılıb üzə çıxacaqdır. Biz də həmin əsri yaşayırıq. Nətər olur bu? Ölülər danışa bilir, ölünü sözü yollaya bilmir. Allah birdən bunu deyir, oradan da onu deyir. Belə, bu anlama gəlir. Ümidimi bağladım şahi mərdana, sən demə, mənim ustadım haqq özüymiş, yana Allahdır. Cəmi müşkilləri bitirən də Əli imiş. Bunu mən tez atım yıxsın, burada bircə dəqiqə büyünlərim. 30-cu gündür biz yazırıq, tarixi sonra qoyaram, 30 yazın və bunu bura atın ki, bu yıxsın ki, biz birinci fikrimizi ata bilək. Sağ olsun Rameli, mən burada işimi biraz yüngülləşdirib, yoxsa mən bunu saatlarla işləməliydim. Bu ən böyük, gözəl iş oldu. Belə, bu getdi, yığılmağa yığılsın, biz onu sonra da YouTube'a ötürəcəyik. Bəli, bugün 30-cu gündür biz işləyirik. Amma o yanlış hələ ki görmürük. Belə, o yanlış olacaq. Qaçış yoxdur. Sən demə, mənim ustadım haqq özü imiş. Cəmi müşkilləri bitirən də Əli imiş. Bu Heydər Əlinin Heydərpərəst əslinə, bu əsri Heydərə düşür. Bu sirlərin açılmağı, müşküllərin bitirən günü, müşküllərin həll olub, bitirən ili, ayı, anı Heydər əsrinə düşür. Əsri onun əsridir, təbii ki, özü o həyatda olmasa da biz onun əsri, necə sahibi zaman 2 ildir, özü ortada yoxdur, biz İsa'nın devrini yaşadıq, eləcə də biz əsri Heydərdə yaşayırıq. Özü həyatda olmasa belə, bəyəm İsa həyatdaydı və yaxud biz İsa'nı tanıyırdıq, tanımırdıq. Mən də elə bilirdim ki, o xristiyanların nəyidir? Mən də sizi kim idim, amma oxudum, anladım, gördüm ki, deyil. O Allahın adıymış. Yəni, bu dünyada yaşayan insanlar bu müdriklərdən, yazıb yaradanlar müdriklərdən artıq bilməyəcək ki, heç kim yox, Nizamidən artıq kimsə bilməyəcək ki, Nizami dahi bir yazar olubdur, xəmsəsi dünyanı bürüyüb, indi sən ondan gəlib artıq müşkülsün, sən onu tərcümə də eləyə bilmirsən.
Tərcümə eləyirsən, onun hikmətinə varıb bilmirsən ki, orada da biz indi görəcəyik, orada insanlar öz fikirlərini, rəylərini bildiriblər ki, burada pəri qadına işarə edir, bu belə bir şey də var kitabın içində, bu nəsə bir qadının haqqında bu söhbət edir, nədir? O qadın düşkün olmayıb ki, qadın düşkünü Məhəmməd olub, onun neçə dənə arvad olub, amma Nizami arvadbaz olmayıb, belə. Xülasə ki, o nöqtələrdən qaydaq biz bir fikrimizə. Arif olan özü anlar ki, bu sözün mənası nədir? Mənim Şah-ı Mərdanım Heydər Əlidir. Görürsünüz, neysə mən burada da, orada da Heydər Əliyevə, Heydər Əliyevə, Əliyev demirəm. Hələ mən nazirliyə də, nazirlik nədir, prezident aparatına gələndə də dedim ki, mən Heydər Əlinin qəbuluna girmək istəyirəm. Dedi ki, Heydər Əli deyil, Heydər Əliyevdir. Dedim, mən onu belə istəyirəm, çağıram. Olmaz, dedi, yox, olmaz. Nəysə, bax, belə sözümüz də olmuşdu orada, o yemiş başla. Bəli, o Heydər Əlidir. Şah-ı Mərdanı Heydər Əli. O Şah-ı Mərdan, o 13-cü imam, ona yaraşır o ad. O ad ona yaraşır. Təbii ki, onu sevməyənlər də var həyatda, elə indinin özündə də hər kəsi sevə bilməz ki, çünki qoşa yaranıb acı ilə şirin, məhəbbətlə nifrət, istəklə nifrin, bu qoşa yaranıb hər kəs onu sevə bilməz, amma mən onu sevmişəm. Nurlu bir insan kimi mənim ona sevgim, saygım olubdur. Səhvsiz, mənim də o qədər səhvim olub, onun da səhvi olub, mənim də səhvim olub. Yer üzərində səhvsiz qul yoxdur. Belə götürəndə ilə Allah da səhv edib, cəmaatı inqibator kimi yaradıb, buraxıb dünyanın düzünə, ağılı verməyib. Bu da böyük bir səhvdir. Yer üzərində səhvsiz insan yoxdur. İnsan da Allahdır. O qədər. Arif olan söz ilə anlar ki, bu sözün mənası nədir? Ki, mənim Şah-ı Mərdanım Heydər Əlidir. Haqq özü buyurub ki, bu sirri açsın aslan, desin Heydər Əliyə ən böyük imam. Aslan mənə, imam da o. O qədər. İnanan inansın, inanmayana da yaxşı yox. Heç kimə yalvarası deyiləm. Daha. İndi Qurbani Heydər Əliyə buyurur. Ay oğul, bil, Qurbani haqdan söyləməz yalan. Sənə böyük imam deyir, özü böyük yaradan. Kim yaradana qarşı çıxa bilər? Çıxsın, buyursun ortaya, desin ki, mən deyirəm yalan.